Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Binəqədidə Çağırış məntəqəsinin düz yaxınlığında, yaxın ərazisində 2 otaqlı bir həyət evi satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Nəzərinizə çatdırım, gördüyünüz kimi bu ev qoşa daşların iş olunub. Həyətyanın sahəsidir, bax buradan giriş hissəsidir. Buradan giriş qapısıdır. Gördüyünüz kimi bax belə daxil olursunuz ilə. Bu da həyətyanın sahəsidir. Böyrünə də keçmək mümkündür. Evin üstü paketdir. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Pəncərələri tam rahat, işıqlıdır, 2 otaqlıdır. Bax buradan daxil olur evin içinə. Həyəti bir dənə də buradan belə rahat çəkirəm. Paltar sərmək üçün, oturmaq üçün belə balaca bir həyəti var. Buradan daxil oluruq belə evin içinə. Ev koridor sistemindədir, dəhliz sistemindədir. Gördüyünüz kimi də bura bir otaqdır. Əslində, hörmətli izləyicilər, hansı kvadratlar demək olar eynidir. İstəsiniz buranızı alın, istəsiniz oranızı alın. Gördüyünüz kimi, bax, kombi sistemlərdə də hamısı qaydasındadır. Demək, burada qonaq otağıdır, nəzərdə tutulub. Gördüyünüz kimi də qonaq otağı. Bax, belədir. Burada bəzi şeylər var ki, ev sahibi onlar da yapışdırıb, yəni verəcək. Yaşayışlı ev olub, sadəcə evi boşaldıblar, satdığa çıxardıblar. Bunu da nəzərdə çatdırım, hörmətli izləyicilər. Mətbəx mebeli burada hazırdır. Burada mətbəx hissəsidir. Pəncərələrlə tam rahat, evin içinə rahat işıq düşür. Gördüyünüz kimi də bura mətbəxdə hardasa bir 9 kvadrat olar. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər. Buradan da daxil oluruq. Birbaşa burada sanuzel hissəsidir. Sanuzeldə gördüyünüz kimi, hörmətli izləyicilər, təmir vəziyyətdədir. Aksesuarlar zatamızı qoşulu vəziyyətdədir. Hörmətli izləyicilər, ev 3 otaqlıdır, qoşa daşdır. Qazı, su, işıq, kanalizasiya hamısı qaydasındadır. Kimlərsə evi satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmasına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Demək, evin qiyməti, start qiymət kimi 55 mindir. Real alacaqsa endirim olmağına olacaq. Bunu da nəzərinizə çatdırım ki, birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. Evin içində olan o xırda-para işlər hamısını ev sahibi düzəldib təmir eləyəcək. Bunu da nəzərinizə çatdırım. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Yenə qeyd edirəm, Binəqədinin Çağırış məntəqəsinin yanındadır. 55 min start qiymətdir. Real alacaqsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək.